Salam əziz altıncılar, hər birinizə xoş gördük. Biz sizinlə bugün keçirilmiş monitorinq imtahanının Azərbaycan dili suallarının izahına baxmağa çalışacağıq. İzahdan öncə sizdən bir xahişim var yoldaşlar. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayaq zəhmət olmasa. Mətni oxuyanlar yəqin ki var, oxuyubsuz. Oxumayanlar da videonu saxlayıb oxuyub suallara baxa bilər. Qeyd edeyim ki, digər variantlarında izahı kanalda yerləşdirilib. Baxırıq D variantına. Deməli deyir ki, mətndə bu barədə məlumat yoxdur. Fiziki aktivliyə bağlı aparılan araşdırmalar var mətndə. Fiziki aktivliyin azalmasının səbəbləri də var. Fiziki aktivliyin artırılması üçün həll yolların isə mətndə yoxdur. Pozitiv həyat tərzinin sağlamlığa mənfi təsirləri də var. Mətn əsasən inkişaf etmiş ölkələrdə aktiv həyat tərzinin azalmasının səbəbi nə idi? Texnologiyanın inkişafı idi və hərəkətə ehtiyacın azalması. Cavab olur C variantı. Şəkildə və mətndə verilmiş məlumatlardan istifadə edərək düzgün fikirləri seçin. Çinin əhalisinin əksəriyyəti fiziki cəhətdən qeyri-aktiv həyat tərzi keçirir. Baxın, bu yanlışdır. Çünki 14% qeyri-aktiv. Burada qeyri-aktiv həyat tərzi keçirən ölkələrin faiz nisbəti verilib. Çində də 14%-dir. Bu əksəriyyəti demək deyil axı. Əksəriyyəti aktiv həyat tərzi keçirir Çində. ABŞ-da əhalinin həyat tərzi aktivlik baxımından Rusiyadan daha yaxşı vəziyyətdədir. Bu da yanlışdır. Çünki ABŞ-da 40%-dir qeyri-aktiv əhali. Rusiyada isə 17%-dir. Deməli, bu da yanlışdır. Deməli, bu da yanlış, bu da yanlış. Şəkildə dünyanın bütün ölkələri üzrə qeyri-aktiv əhalinin faizlə göstəricisi təqdim olunub. Yanlışdır. Bütün ölkələr yoxdur. Braziliya qeyri-aktiv göstəricisi yüksək olan ölkələrdəndir. Bəli, cavab olur D variantı. Baxırıq, Braziliya 47% qeyri-aktivdir. O da böyük bir göstərici. Mətnin sonunda texnologiyanın inkişafı fiziki fəallığının minimuma endiri fikri ilə nəyi nəzərdə tutulur? İnsanlar texnologiyadan düzgün istifadə etməyi bacarmırlar. Yanlışdır. Texnologiya insanlar daha çox işləməyə məcburdur. Xeyr, daha az işləməyə sövq eləyir. Texnologiyanın yaratdığı rahatlıq insanların az hərəkət etməsinə səbəb olur. Bəli, cavab olur C variantı. Şəkildə və mətndə verilmiş məlumatdan çıxış edək. Küveytə aid doğru fikirləməkdir. Küveyt haradır? Baxın, Küveyt ən çox qeyri-aktiv əhalisi olan ölkədir. Baxın, ən qeyri-aktiv Küveytdir. Deməli, əhalisi daha çox kənd təsərrüfatı ilə məşğul olur. Xeyr, qeyri-aktivdirsə, deməli kənd təsərrüfatı yoxdur burada. Yəni az məşğul olurlar. Yüksək gəlirli ölkədir. Bəli, bunu demək olar ki, texnologiyadan az istifadə olunur. Xeyr, çox istifadə olunur. Əhalisi daha çox ofis işlərində işləyir. Bəli, cavab olur 2, 4, yəni A variantı. Növbəti suallar düyü kasası mətrindəndir. Baxırıq suallara. Qosir yaşlı qadın etibarını necə qazandı? Yanğında cəsur davrandı. Bəli, doğma oğlu idi. Xeyr, kimsəsizlər evindən götürmüşdü. İşlərini məsuliyyətlə görürdü. Bəli, yaşca daha böyük idi. Xeyr, çox kitab oxuyurdu. Bu da aidiyyəti yoxdur. Cavab olur A variantı. Mətndə hansı başlıqlar adlandırıla bilər? Var-dövlət əsl xoşbəxtliyi səbəbidir. Xeyr, sehirli qüvvələr yalnız yaxşı insanlara seçir. Yanlışdır. Şans sasa uğur həmişə səninlədir. Yanlışdır. Zəhmət və bilik insana uğur aparar. Bəli, cavab olur D variantı. Mətnin məzmununu hansı fikir təsdiq etmir? Nə əkərsən onu biçərsən? Bəli. Bilik, savad yalnız məktəbdə əldə olunur. Yalnız məktəbdə əldə edilmir. Elə məsələn Qosir məktəbə getməmişdi, amma bilik, savad əldə eləmişdi. Yaşlı qadın Qosirə arzu edərkən niyə yaxşı fikirləşməyi tapşırdı? Çünki kasa sınarsa verdikləri yox olacaqdı. Ona görə cavab olur C variantı. 10-da Landu və Suaconun kasa ilə ehtiyatsız davranışı nə ilə nəticələndi? Yaşlı qadın evində yanğın baş verdi. Bu ona görə baş vermir. Qosir görmə qabiliyyətini itirdi. Bəli, kasa sındı və verdiklərini dala aldı. O da görmə qabiliyyətini itirdi. Yetkin yaşlarında məktəbə getməli oldular. Bəli. Güc yolculuğunda sərvətlərini itirdilər. Bəli. Onlar içində ən müdrik şəxs oldular. Xeyr. Cavab olur 204, yəni A variantı. 11. Yaşlı qadın oğlanlara, deməli deyir ki, səbəb-nəticə əlaqəsi pozulmuşdur. Yaşlı qadın oğlanlardan ikisini məktəbə göndərdi. Onlar müdrik alim olurlar. Xeyr. Bu yanlışdır. Heç alim filan olmadılar. Cavab olur A variantı. Qalanlar isə doğrudur. 12-də Landu və Suaconun məktəbə qayıtmaları sizcə necə izah edilə bilər? Qosir onları buna razı saldı. Xeyr, əsl sərvətin nə olduğunu anladılar. Cavab olur B variantı. Anaları vəsiyyətində bunu istəmişdi. Xeyr, kəndin varlı adamları təhsilli insanlar idi. Bu da
Aidiyyəti yoxdur. Nə üçün Qosir kasanın qırıq hissələrini yapışdırıb saxladı? Sehrin yenidən qayıdacağını ümid edirdi. Bəli. Bəli. Cavab olur elə variant. Qosir ilə bağlı doğru fikri seçin. Oğlanları kasaya şərik olmalarını razılaşmağı onun xeyirxahlığı göstərirdi. Bəli. Cavab olur A variant. Qadın tapşırmışdı ki, o kasadan var-dövlət istəməsin. Xeyr. Yanğın zamanında qatı tüstü və güclü alovun təsirinin göz açılmışdı. Buna görə yox, kasanın sirrinə görə, sehrinə görə. Onun kasaya varis seçilməsini digər oğlanlar ədalətli seçimi hesab edirlər, ədalətli seçimi hesab etmirdilər. Növbəti sual 15-ci sualdır. Mətnə əsasən yanlış fikirləri seçin. Uşaqlar körpə olanda yaşlı qadın onları uşaq evinə qoymuşdu, uşaq evinə qoymamışdı. Oradan götürmüşdü əksinə. Övladlığa götürülən uşaqlardan birindən fərqli davranırdı. Bəli, Qosirlə. Qosir cəsarəti ilə qadını təəccübləndirdi. Bu da doğrudur. Yanğına qardaşlar səbəb oldu. Xeyr. Qardaşlar səbəb olmayıb. Kasa ehtiyatsız ucbatından sındı. Bəli. Yanğın zamanı oğlanlar köməkləşib qadını xilas etdilər. Bu da yanlışdır. Təkcə Qosir qadını xilas edib. Cavab oldu 1-4-6 variant. Növbəti sual moda və təbiət ilə bağlı olan mətndir. Keçək suallara. Mətndə hansı suala cavab yoxdur? Monqolistanda uzun müddətli yun istehsalının ekologiyaya mənfi təsirləri nələrdir? Baxın, burada var Monqolistanda. Baxın, deyir ki, bu ölkədə yun istehsalına görə keçilərin, kəşmir keçisinin sayının çoxaldığını təxminən 70% otlaq sahəsinin yararsız hala düşməsinə, göllərin və çayların qurumasına gətirib çıxardı. Səbəbləri, nəticəsi bu oldu. Aral dənizinin qurumasının səbəbi nə olmuşdu? Baxın, bu hissədə var. Deyir ki, Qazaxıstanda pambıqçılığın inkişafı Aral dənizinin 40 il ərzində 90% qurumasına və dəniz canlıların məhvinə səbəb olub. Deməli, səbəb nə idi? Pambıqçılıq. Bunun da var. Süni materialdan hazırlanan geyimlər hansı ekoloji problem yaradır? Bunun da səbəbi var. Belə deyək də, süni materialdan yaranmış ekologiyanı korlaya bilər və yaxud da çayları, göllərə çirkləndirə bilir və s. Bunun da səbəbi var. Geyim sənəti ölkəmizdə necə inkişaf edib? D variantının cavabı yoxdur. Yəni, ölkəmizdən ümumiyyətlə geyim sənəsindən danışmır. Mətnə əsasən moda sənayesinin ekoloji təsirlə bağlı hansı fakt doğrudur? Hər il geyimlərin 85% təkrar əməl edilir. Yanlışdır. Təkrar əməl edilmir. Baxın, burada var. Deyir ki, 85% zibilliyə atılır. Deməli, bu yanlışdır. Moda sənətinin inkişafı su ehtiyatlarının tükənməsinə səbəb olur. Bax, B variantı doğrudur. Geyim sənətinin ekoloji təsiri yalnız istehsal mərhələsində müşahidə olunur. Xeyr, sonraki mərhələlərdə də, o, məsələn, atılanda da belə mənfi təsirləri olur. Moda sənəti təbiətə ən az mənfi təsir olan sahədir. Yanlışdır. Aral dənizinin 40 il ərzində 90% qurumasının səbəbi nə olmuşdur? Bayaq dediyimiz kimi pambıqçılığı idi Qazaxıstanda. Pambıq istehsalı Aral dənizinin 90% qurumasına səbəb olub. Müasir dövrdə cins geyimlərin istehsalı istifadə olunan indigo boyasının əsas problemi nə idi? Problemi o idi ki, çayları və gölləri çirkləndirirdi. 20-də moda sənətinin ekoloji təsirini azaltmaq üçün mətndə əsasən hansı həll yolları təklif edə bilərik? Cins geyimlərin geyinməsinin istiqamətində təbliğat aparmaq, geyim bəli ola bilər. İnsanın az geyim alması üçün qiymətləri qaldırmaq, xeyr. Geyimlər torpaqda parçalana bilən təbii materialdan hazırlanmalıdır, xeyr. Dünyada dəb daha tez-tez xeyr. Kimyəvi boyalar əvəzinə bitki mənşəli boyalardan istifadə olmalıdır, bəli. Cavab olur 1-5, yəni D variantı. 21. Cins geyimlərə tələbat artır. Nəticədə digər parça növləri sıxışdırılır, bu səhvdir. Yəni, belə pozulan budur. A variantı. Kəşmir yun daha çox istehsal olunur, otlaq sahələri yararsız hala düşür, bəli. Geyimlər süni boyayla rənglənir, su əvzələri kimyəvi maddələr çirklənir, bəli. Sintetik geyim tullantıları çoxalır, torpağın çirklənməsinə səbəb olur, bu da doğrudur. 22. Mətnində yazmaqla müəllifin əsas məqsədi nə idi? Geyim sənətinin inkişaf etdirilməsi məqsədilə bir sıra üsullar təklif etmək, xeyr. İnsanları dünyadakı moda yeniliklərini izləməyə, dəblə ayaqlaşmağa çağırmaq, xeyr. Tez-tez yenilənən dəbin təbiətə vurduğu ziyana diqqəti yönəltmək, bunun da aidiyyəti yoxdur. Hə, bəli. Diqqəti yönəltmək o idi. Elə cavab olur C variantı. Geyim sənətinin inkişafında bir sıra ölkənin rolu haqqında məlumat vermək, bunun da əlaqəsi yoxdur. 23-də mətndə geyim sənətinin ekoloji problemi ilə bağlı əsas fikir hansıdır? İnsanlar cins geyimlərdən daha çox istifadə etməlidirlər.
Yanlışdır. Moda sənəsi iqtisadi inkişaf üçün vacibdir və ekoloji təsiri nəzərə alınmalıdır. Xeyr. Su israfının qarşısını almaq üçün paltarları mümkün qədər az yuyulmalıdır. Xeyr. Dəb geyimlər almaq ekoloji problemi daha da dərinləşdirir. Bəli, cavab olur D variantı. 24-də həmçinin köhnəlmiş paltar və ayaqqabıları zibilliyə atmaq əvəzinə ona yeni həyat vermək, təmir etmək mümkündür. Bunu A variantında biz yəni 6-cı abzası artırmağımız daha məqsədə uyğundur. 25. Hansı başlıq və yarım başlıq mətnin məzmunuyla bağlı deyil? Tekstil tullantının atması və ekoloji fəsadla bağlıdır. Təbiətin mühafizəsi ilə bağlı aksiyaların keçirilməsi ilə cavab olur B variantı. 25. Bu qədər. Sağ olun.